Qəzəbli sərnişin avtobusun qapısının şüşəsini sındırır. Sağlam maşın ha. Burada ölüm olmaz, sağlam maşın düşürəm. Bakının Yasamal rayonunda ictimai nəqliyyatda təhlükəli anlar yaşanıb. 2 gün əvvəl axşam saatlarında sərxoş vəziyyətdə olduğu ehtimal edilən orta yaşlı şəxs 65 sayılı marşrut avtobusunun şüşəsini sındırıb. Hadisə Tbilisi prospektində nəqliyyat vasitəsi hərəkətdə olarkən baş verib. Həmin vaxt avtobusu idarə edən sürücü bildirir ki, süzgədən şəxs əvvəlcə avtobusda başqa biri ilə mübahisə edib. Onu mübahisə etdiyi şəxs yolda düşüb. Bu adam içkili vəziyyətdə mindi. Mən minəndə gördüm bu içkilidir. Sonra gəldi bu sideniyada əyləşdi. Biz aradasa Tbilisi prospektə çatanda gördüm ki, məsələn, mübahisə eləyir. Mübahisə eləyib, qalxıb döymək istədi onu. Ona kimi tutdular, bunu qoymadılar. Qoymadılar, gördüm, salondan qışqırdılar ki, qapını aç, bu düşsün, qaçsın, bunu öldürəcək. Böyük cüssəli adam idi, uzarov adam idi. Sonra açdım, bu düşdü, qaçdı. Bu da sakitləşdi, gəldi, yenə həmənki yerində, öz yerində əyləşdi. Əyləşdi, qışqırdı elə biraz, sonra əyləşdi. Daha sonra isə içkili sərnişin qapının şüşəsini sındırıb və heç nə olmamış kimi hadisə yerindən uzaqlaşıb. Dayanacaqdan çıxmışdım, 20-30 metrə getmişdim, gördüm salondan güclü bir səs gəldi. Maşını saxladım, düşdüm, gördüm qapının aynasını sındırıbdı. Sındırıb sonra mənim üstümə gəldi, mən vurmaq istədi ki, sür, saxlan maşını. Mən dedim, kişi, qoy baxım, görüm nədir sana, onu sürəcəm. Nəsə gördüm, içəridə arvadlar, qadın qışqırır, hamı ki, sür, kimisi xəstələt getirəcək. Sürdüm, biraz bəhərdə gəldim, saxladım. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Sürücü hadisə barədə dərhal polisə məlumat verib. Dünyamalı Mehdiyev onu da bildirdi ki, həmin şəxs avtobusa minərkən üzərində kartı da olmayıb. Ödəniş belə, onun özündə kart yox idi. Bir nəfərə pul verdi, o onun yerini ödəniş elədi. Sonra da onun əlini öpmək istəyir. O deyir, qardaş, nə əlini öpürsən, sən mən pulunu versən, kartı vurmuşam. Onda gördüm ki, yəni normal bir insan deyil. Hadisə ilə bağlı Yasamal rayon polis idarəsinin 27-ci polis bölməsində araşdırmalara başlanılıb. Artıq şübhəlinin kimliyi müəyyən edilib və saxlanılması istiqamətində tədbirlər görülür.